Bu səs kimini vüsala yetirir, kimini ömürlük yandırıb yaxır. Amma deyəsən Vağzalı bundan sonra daha çox hicranı xatırladacaq. Çünki Azərbaycanda qohum evliliklərinin qadağan edilməsi təklif olunur. Narazıyıq ailə qurmağa. Əmioğludur, xalaoğlu, xala qızıdır. İstər-istəməz birinci nəsildə də olmasa, ikinci nəsildə problem yaranır. Qohumdan evlənəndə. Mənim qızım elə bacım oğluna gedib, mən heç nə deyə bilmərəm. Öz gözəl də ailəsi var, gözəl də evladı var. Talasemiya deyilən xəstəlik var. Onun mənşəyi elə qohumluqdan gəlir. Əksəriyyəti görürsən ki, ən çox da xala qızı, xala oğlu, əmi qızı, əmi oğlu. Məsələn, mən razı deyiləm, olmamalıdır. Elə qanunları yoxlatdırıb sonra evlənərlər. El məsəlinə görə əmi qızı ilə əmi oğlunun nigahı göydə kəsilib. Əmi uşaqları evlənir, hələ onlara xala uşaqları, bibi uşaqları da qoşulur. Azərbaycanda bu məsələ az qala şüara çevirən ailələr var. Dövlət Statistika Komitəsinin məlumatına görə Ədliyyə Nazirliyi 2023-cü ildə qohumlar arasında 1935 nigaha daxil olma halı qeydə alıb. Qohumlar arasında nigahlar ən çox Cəlilabad, Sabirabad, İmişli, Biləsuvar, Şamaxı, Yardımlı, Masallı, Ağdam və Salyan rayonlarında müşahidə olunur. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə qohum evlilikləri arasında dayıoğlu bibi qızı, bibioğlu dayı qızı arasında olan nigahların xüsusi çəkisi əmioğlu əmi qızı, xalaoğlu xala qızı, eləcə də əmi, bibi, dayı, xala nəvələri arasında olan nigahlardan daha çoxdur. Genetik xəstəliklərlə doğulan uşaqların 8,4% bu ailələrin payına düşür. Belə ailələrdə ölü və yarımçıq doğuşların sayı digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Maraqlıdır ki, Dövlət Statistika Komitəsindən qohum evliliklərindən doğulan uşaqların sayına dair məlumatın olmadığını bildirdilər. Bəs qohum evliliyinə maraq nədən qaynaqlanır? Burada əsas maraq xüsusilə də mülkiyyətin, varın, dövlətin, müəyyən qədər qalmış əmlakın yaxın qohumlar arasında başqasına verilməmək adı ilə və yaxud da ki, hər hansı bir şəxsin oğlan övladı yoxdursa, ancaq qız övladları vardısa, öz yaxın qohumu ilə nigaha öz övladını salmaqla həmin mülkü öz yaxın qohumuna vermək niyyəti ilə bu nigahlara daha çox üstünlük verirlər. Dünya üzrə bağlanan nigahların 20% qohumluq əlaqələri olan nigahlardır. Bəzi ölkələrdə bu cür evliliklər qanunla tənzimlənir və məhdudlaşdırılır. Bir sıra ölkələrdə baba və ya nənəsi ümumi olan şəxslər arasında nigahın bağlanmasına icazə verilmir. Statistika belədir ki, yaxın qohumlar arasında evlilik baş verəndə uşaqlarda ola biləcək genetik xəstəliklərin üzə çıxma ehtimalı 6%-dir. Halbuki əgər yaxın qohum deyillərsə bu 3%-dir. Yəni arada 3%, 6% qədər fərq var. Düşünürəm ki, bu qəbildən şəxslərdən genetik xəstəliyin olmaması ilə bağlı əlavə arayış istənilə bilər. Mütəxəssislərin fikrincə, qohum evliliklərinin qadağan edilməsi insan hüquqlarına müdaxilə hesab edilə bilər. Amma bununla bağlı ictimai tələblər də olmalıdır. Avropa ölkələrində hətta eyni cinsli şəxslərin evliliyinə belə bəzi ölkələrdə icazə olduğuna görə təbii ki, yaxın qohumlar olsa bile kişi və qadın arasında bu qəbildən evliliklərin qadağan olmasına bağlı heç nə yoxdur. Amerikada qərb saydığımız dövlətlərdən birisidir. Amerika federal dövlətdir. Orada 50 əyalətin 31 dənəsinə bu qəbildən evlilik qadağan olunub. 19 dənəsində isə sərbəstdir. Amma Avropa dövlətlərinə baxanda dediyim kimi hər hansı bir qadağa burada mövcud deyildir. Mən burada bu qəbildən evliliklərin tam qadağan olunmasını deyil, çətinləşdirilməsini təklif edərdim. İslam dininə gəldikdə əmi, dayı, bibi, xala uşaqlarının evliliyi ilə bağlı qadağa yoxdur. Amma şəriətdə uzaq, yad insanla ailə qurmaq məsləhət görülür. Hər halda İmam Əli əleyhissalamla anamız Həzrəti Fatimə bir əmi oğlu, əmi qızı olaraq biz ailədən olduğunu bilirik. Belə bir evlilik qurulub və heç bir problemi də olmayıb. Tam ki, tibbi yoxlanış nəticəsində, bir qan analizi, təhlil nəticəsində aşkarlana bilsə ki, bu iki gəncin daşıyıcıları var və onların evliliyində gerçəkdən gələcəkdə qüsurlu evlad doğula bilər. Və bu yerdə bəli, bu qanun çox tutarlıdır və etibarlıdır. Hər nə qədər bəzi ailələr bu ənənəni davam etdirmək istəsələr də, bu cür evliliklərin riskləri və fəsadları olur. Bunlar içərisində əlbəttə ki, əqli geriliklə birlikdə genetik xəstəliklər, bunlar içərisində kistik fibrozisindən tutmuş, semiyasından tutmuş, talasemiya, hemofiliya, hansı ki ölkəmizdə bu xəstəliklərlə əlaqədar bəs qədər problemlərimiz var.
və biz qohum evlilikləri ilə birlikdə yatmış xəstəlikləri oyandırma və bunların sayının daha da artmasına səbəb ola bilərik. Ona görə də qohum evliliyinə qərar verən cütlüklər həm ailə qurmazdan öncə, həm də hamiləliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəssislərə müraciət etməlidirlər. Televiziyalarda maarifləndirmə işini çox şiddətli bir şəkildə gücləndirərək insanları və cəmiyyəti bu hadisəyə hazırladıqdan sonra bu qərarın verilməsi bəlkə də daha effektiv olar. Çünki bu qərar verildikdən sonra cəmiyyət buna hazır deyilsə, bir mənalı olaraq rəsmi qeydiyyata düşməyən evliliklərin miqdarı artacaq. Azərbaycan xalqının genofondunu qorumaq, gələcək nəsillərin daha sağlam bir şəkildə böyüməsi üçün imkan yaratmaq əsas məqsədlərdən biridir. Bunlar kəbin kəstirirsə, qanuni nikah müqaviləsi bağlamırlarsa, artıq bunların övladları, artıq bunların ailə nikah münasibətlərindən doğuyan digər hüquqi sənədlər, qanunvericilik aktlar olmadığına görə, uşaqlarına görə müəyyən hüquqlardan azad olacaqlar. Burada uşaqların sağlamlığı ilə bağlı var, məktəb məsələsi var və bu dini nikahı kəsmiş mollalara qarşı və yaxud da ki, din xadimlərinə, ruhanilərə qarşı da cərimələrin tətbiq olunması artıq onları da bu sahədən yayındırmış olacaq. İki qohum arasındakı sevgi gözəl ola bilər, amma gələcək nəsillərdə sağlam və xoşbəxt simalar görmək daha vacibdir. Bir vağzalı sədası üçün insan nə öz gələcəyini məhv etməlidir, nə də doğulacaq övladlarla.